Başqa bir xəbər. Ağcabədidə 8-ci sinif tələbəsi 24 yaşından uşaq dünyaya gətirdi. Həmən uşaq o dünyaya gəldi, o oğlanı tutmadılar, tuta bilmirlər. Niyə? Çünki oğlan Bəylər Əyyubovun qohumudur, yaxın adamıdır, özü də Yezdi kürdüdür. Getdik. Belə hadisələr çox olur da, gördünüz də, Kürd Azər, korpus komandiri ilə erməni ilə alver elədi, satdı sənədi, mal alver elədilər, hər şey. Korpus komandiri Oruc Abdullayevi pensiya çıxartdılar. Mən burada danışdım, darmadağın elədim. Kürd Azərin 8-7-ci sinif şagirdlərinin başına nə oynaşdığını, qızdırmış şiş, yerə bastırma, nələr burada deyiləsi deyil. Onları deyəndən sonra Kürd Azəri sadəcə mayor rütbəsindən, polkovnik leytenant vəzifəsindən böyük miqdarda prezident təqaüdü ilə pensiya çıxartdılar. Dağıl ay hökumət dağıl. Gördünüz də bugün Yasamalda cəmaatın evlərini sökürdülər. Gördünüz də dağıdırdılar, evdə körpə uşaq ola. Əziz həmvətənlərim, daşı daş üstə qoya bilərsinizmi Bakıdan? Sırası 3 dənə, 4 dənə naziri töküləcək. Ay qardaş, o boyda binaları yıxan, o boyda Bakıda binalar tikən kimin şirkəti ola bilər? Ya Mehribanın ya İlhamın. Ya Mehribanın ya İlhamın. Hepsi qurtardığına yalandan kran sürəni apardılar. Yalandan şirkətin nümayəndəsini polisə dəvət elədilər. Polis saxladı. Boş şeydi hamısı. Gördülər, xalq daha çox paylaşır. Millət qəzəb. Daha da bu hadisələr fonunda, Türkiyədəki, Gürcistandakı hadisələr fonunda millət qızışır. Ona görə malalamaq üçün dedilər polis sağ. Sən Bakıda gərək bir dənə ofis tikmək üçün ofis garaj. Gərək hansısa nazirin qolu olaya orada. Nazirə hesab gedir. O da qalmışdı Bakıda binalar tikirsən, yüzlərlə, minlərlə. Sən gərək Mehribanın ya İlhamın adamı olasan. Qutardı. O şirkətlər hamısı Mehribanın İlhamındır. O paça var ya, o cırıq. Neyse, bundan danışacağım canlı yayında. Əziz həmvətənlərim, daha bir dəhşətli xəbər. Bilirsiniz ki, dostlar, məmurların, təkcə bir misal deyim. Bunu sizə anlatmaq üçün, bunu sizə xəbər vermək təkcə bir misal deyim də sizə. Rəhim Hacıyev, başqa medialar paylaşıb. Amerikanın səsi, BBC zat bunlar paylaşıb. BBC Azərbaycan paylaşıb. Bax, təkcə bir misal deyirəm. Əli Nağıyevin oğluna və qızına İspaniyada aldığı 2 dənə mülkün qiyməti, mülk deyil o, qəsrdir, qəsr. Qəsr bilirsiniz nədir? Bir var saray, villa. Villadan böyük binalara, saraylara qəsr deyirlər, qəsr. Bunların qəsrinin birinin otağı 27 otağı var. Otağın da biri bilsin nədir? Nəm 100 neçə kvadrat, nəm 70 neçə kvadrat. Bizim ev onun içinə girər. Baxın, Əli Nağıyevin oğlunun və qızının təkcə ən lazımsız, ən balaca, ən mənasız İspaniyada 2 qəsri var. Biri oğlunun, bir qızının, qiyməti 581 euro. Dəyərli həmvətənlərim, 581 milyon, yarım milyarddan çoxdur qardaş. Euro. Gəlir Azərbaycan pulundan 1 milyard manat eləyir. 1 milyard manat. Əziz həmvətənlərim, İspaniya stop qoydu. İspaniya satmağa da qoymur. Tam nəzarət altında. Yəni Azərbaycanda olan məmurların Avropada və Avropaya bağlı bu ölkələrdə, İngiltərə olsun ha, İngiltərə belə bilinən əmlaklar hamısı stop qoyulur, onların alışı satışı olmaz, ad dəyişdirmək olmaz. Vəssalam. Və deyələmədim, indi bu təkcə bir misal dedim ha sizə.